Bugün baxaq codluğa. Bildiyimiz kimi codluq iki qrupa bölünür. Daimi codluq və müvəqqəti codluq. Daimi və müvəqqəti codluğun hər ikisində kationlar dəyişməz olaraq eynidir. Məsələn, kalsium müsbət 2, maqnezium müsbət 2. Hər iki codluqda biz bu kationları görəcəyik. Ancaq bunları fərqləndirən anion hissəsidir. Daimi codluqda SO4 -2 anionu və xlor -anionu görürük. Lakin müvəqqəti codluqda hər iki kationun yanında hidrokarbonat ionunu görəriksə, bu müvəqqəti codluğu yaradır. Daimi və müvəqqəti codluğu aradan qaldırılma bir neçə üsulları vardır. Birinci, daimi codluğun aradan qaldırılma üsullarında soda üsulundan, yəni natrium 2CO3 üsulundan və ikinci fosfat üsulundan, yəni natrium ortofosfat, natrium 3PO4 üsulundan istifadə olunur. Lakin müvəqqəti codluğu aradan qaldırmaqdan ötürü biz birinci qaynatma üsulu, bu zaman çaydanda yaranmış ərpin üzərinə asetat turşusunu gəlməklə yaranmış ərpi əridə bilərik. İkinci əhəng üsulu, kalsium hidroksid. Üçüncü soda üsulu, yəni burada da soda üsulundan istifadə edirik. Dördüncü natron üsulu, yəni natrium OH-dan istifadə olunur. Daimi codluğu soda üsulu, eyni zamanda müvəqqəti codluğu da bu üsuldan ayırırıq. Natrium 3PO4 ilə daimi codluğu və digər üsullarla isə müvəqqəti codluğu aradan qaldırmış oluruq.